Hamı Azərşıqdan şikayət edir. Görək bizdə də elə problemlər yaşanacaqdı, yoxsa yox. 20 manat vurmuşam. 26-cü ay 19.39-da. Bir 10 dəqiqə buna vurmuşam. Bu da kartımdır, bu da sayğaçdır. Sayğaç da 0-0 göstərir. Axşam 1 manat kredit götürmüşəm. İndi qoy. Görək nə qədər bizdən oğurluyur Azərşıq. Görək bizdən də oğurluyur, yoxsa yox. Bir manat kredit götürmüşəm, ondan da 30 qəpik qalıb. Oku vurduq. 14 manat 18 qəpik. Deməli, Azərşıq 5 manat 30 qəpikdə məndən pul oğurluyub. 5 manat 30 qəpik. 1 manatda sərfiyyat haqqı çıxdı 13.88. 6 manat pul oğurladı acımat. Gördünüz 13.80. Burada da 1 manat kredit. Burada da 20 manatdır. Bu Azərşığa dur deyən olacaq, görəsən yox, bu xalqın cibinə girməklə. Bu nə məsələ? Mən bir şey ki, kartla istifadə edirəm. Pulum qutardı, deməli kart işıq dayanmalıdır. Bu əlavə bu pullar nədir yazır cəmaatın başına oynatır.